Salam müəllimlər, axşamınız xeyirli olsun. Axşamınız xeyir müəllim. Axşamınız xeyirli olsun. Axşamınız xeyir olsun. Salam dəyərli müəllimlər. Axşamınız xeyir Səminə müəllimə, necəsiz? Yaxşıyam, sağ olun. Siz necəsiz? Axşamınız xeyir. Yaxşı olasınız müəllimə, yaxşı olasınız. Lap yaxşı. Səsinizi eşitdim, sevindim müəllimə. Çox da danışmırıq. Çox yaxşı. İnanırsınız müəllimə, siz hansısa bir link göndərəndə, sizin dərsinizə qoşulanda çox sevinirəm. Nəysə bir faydalı bir şeylər öyrənirim. Bəli, bəli. Xeyirli olsun. Buna görə sizə minnətdaram müəllimə. Siz də sağ olun, var olun. Belə, dərsdə başlayaq müəllimlər. Deməli, direktor müavin və təşkilatçıların işə qəbulu üçün dekabr qrupunda bu gün ilk dərsimdir. Çox güman ki, müavin və təşkilatçıların da işə qəbulu yalnız müsahibə ilə olacaq. Nəyə görə? Yəni bu tam dəqiq deyil müəllimlər. Amma daha test mərhələsi 2025-ci ildə olmadı. Bir dənə Lənkəran Astara regionalında oldu. Sonra Şəki Zaqatala elan elədi, Mil Muğandır, Dağlıq Şirvandır elan ediblər, amma hələ ki oradan da bir test mərhələsi hələ ki yoxdur. İndi bilmirəm dəqiq olacaq yoxsa birbaşa müsahibə olacaq. Amma mütləq balınız 70% keçməlidir. 70% 42 bal. Yəni 42 balı olan müəllimlər, sertifikasiya balı 42 bal olan müəllimlər iştirak edə bilər. Müavin və təşkilatçılar işə qəbulunda. Kimlər ki 500-dən çox məktəbdə iştirak etmək istəyir, onların balı isə 85%, yəni 51 bal olmalıdır. Qeydiyyatdan keçən müəllimlərin hələ heç birinə təsdiq cavabı gəlməyib. Mən də gözləyirəm, izləyirəm, müəllimlərdən cavab gözləyirəm. Hələ ki kimin ki əmək kitabçasına görə imtina gəlmişdi, o müəllimlərin şəxsi səhifələri düzəlir. Bir çoxlarınki düzəlib, bəzi müəllimlərin ki hələ də düzəlməyib, onlara da istiqamət verirəm, zəng vururlar. Mütləq onu inanıram ki, onlara da gözləmə mərhələsində SMS-i gələcək. Amma hələ heç kimə təsdiq cavabı gəlməyib. Müəllimlər gələn kimi narahat olmayın, paylaşacağam. Belə, dekabr qrupunun 1 aylıq və 3 aylıq olacaq müəllimlər. 1 aylıq qrupunda deməli dərsləri 1 ay ərzində bitirəcəyik, 3 aylıq qrupunda isə dərsləri təbii ki 3 aylıq. 1 aylıq qrupundan kimlərin bazası varsa, o müəllimlər istifadə edə bilər, faydalana bilər. Hansı müəllim ki bazası yoxdur bu sahədə, təbii ki 3 aylıq qrupdan başlamalıdır ki, materialları yavaş-yavaş öyrənsin. Sonra qruplara daxil olan müəllimlərə təbii ki kitabımı ödənişsiz göndərirəm poçtu vasitəsilə. Keçdiyim bütün mövzular bu kitabdadır. Test bankım daha yoxdur. Yayda bitdi. Onun nəşri düşünürəm ki, daha test mərhələsi olmayacaq. Ona görə yenisini nəşr etmirəm. Amma kimlər istəsə testlərin PDF-ini göndərə bilərəm. Amma burada keçəcəyim bütün məcəllələr, qanuna aid, təhsil qanunvericiliyinə aid əsas hissələr, əsas mövzular bu kitabda var. Qrupa daxil olan müəllimlərə bu kitabı poçtla göndərirəm. Kim əgər qrupa daxil olmayıb, özü oxumaq istəyirsə, təbii ki bu kitabdan faydalana bilər. Kimlər sifariş vermək istəsə, şəxsimə yazar müəllimlər. Nömrəmi də artıq hamı bilir və biz başlayaq müəllimlər. Deməli, bugün təbii ki yeniliklərdən danışacağıq. Təhsildə hansı yeniliklər var, məktəblərdə hansı yeniliklər var, təbii ki onlardan danışacağıq. Amma ilk öncə istəyirəm ki, qanunvericilikdən danışaq. Hər zaman ümumi təhsil haqqında qanunu izah edirəm. Burada bəzi vacib məqamları izah eləyəcəm. Bir də məktəbdə olan yeniliklərdən də çalışacağam məlumat verim. Deməli müəllimlər, ümumi təhsil haqqında qanun. Yəni ən əsas mövzumuz ümumi təhsil haqqında qanundur. Çünki bu qanun bütün məktəblərə, respublika məktəblərinə şamil olunur. Sırf ümumi təhsil haqqında qanuna, ümumi təhsil müəssisələrinə aiddir. Bu qanunu yaxşı öyrənin. Çünki demək olar ki, mövzuların əksəriyyəti bu qanunda öz əksini tapıb. Sadəcə digər xırda mövzuları, kiçik həcmli mövzuları isə sənədlərdə öyrənəcəyik. Amma bütün qanunlar, ümumi təhsilə aid qanunlar ümumi təhsil haqqında qanuna əsaslanır. Başlayaq müəllimlər. Deməli, ümumi təhsil haqqında qanun bilir ki, İlham Əliyev tərəfindən cənab prezidentimiz İlham Əliyev tərəfindən imzalanıb 2019-cu il 29 mart tarixində. Konstitusiyamızın 42-ci maddəsinə əsasən hazırlanmışdır müəllimlər.
Sizdən çox xahişim var ki, Konstitusiyanın 158 maddəsinin hamısını oxuyun. Bəziləriniz artıq bilirsiniz, məlumatınız var. Mən dərslərdə də Konstitusiyanın hansı hissələri vacibdir, onları vurğulamışam. Digər müəllimlər də təbii ki, Konstitusiyanın 158 maddədən ibarət hamısını oxuyun, tanış olun. Çünki ən yüksək qanunumuzdur. Bütün qanunlar bu qanuna, Konstitusiyaya əsasən ən üstün normativ hüquqi akt olan Konstitusiyaya əsasən hazırlanır. Bir Azərbaycan vətəndaşı olaraq biz əsas hüquqi aktı olan Konstitusiyamızı əzbər bilməliyik. Əzbər deyəndə, yəni vacib hissələri bilməliyik, amma hər birimizin məlumatımız olmalıdır. Referendumla hansı məsələlər keçirilir, ən son dəyişikliklər ən son neçənci ildə olub, neçə dəfə ümumiyyətlə Konstitusiyamızda dəyişiklik olub, bunlar hamısı orada öz əksini tapıb. Təbii ki, bizim təhsilimiz dünya təhsil sisteminə inteqrasiya olunaraq deməli inkişaf edir. Direktorların işə qəbulu əvvəl test mərhələsi idi, indi müsahibə mərhələsi, sırf müsahibə mərhələsi ilə həyata keçiriləcək. Bu dünya təhsil sistemində də belədir. Sadəcə dünya təhsil sistemində mütləq magistr diplomunu nəzərə alırlar, amma bizdə hələ ki o tələb yoxdur. Ümumiyyətlə inkişaf etmiş ölkələrin bir çoxlarında, məsələn, Fin təhsilində, Sinqapur təhsilində magistr diplomu olmayanı heç müəllim kimi işə götürmürlər. Yəni təbii ki, birinci bakalavr bitirəndən sonra magistratura təhsili almalıdır həmin şəxs, sonra gəlib orta məktəbdə pedaqoji fəaliyyətə başlaya bilər. Amma bizdə hələ nə direktorların işə qəbulunda, nə müəllimlərin işə qəbulunda hələ ki bu tələb yoxdur. Çox güman ki, növbəti illərdə bu tələb qoyulacaq. Çünki cənab nazirimizin öz brifinqlərində vurğuladığı kimi ən əsas prioritet məsələ təbii ki, təhsilin keyfiyyətidir. Keyfiyyətli təhsil də təbii ki, biz müəllimlərin təhsilindən başlayır. Müəllim əgər savadlı, biliklidir, özünü daim inkişaf etdirir, o təbii ki, verdiyi təhsil də keyfiyyətli olacaq. Bu qanun müəllimlər 33 maddədən ibarətdir. Bütün bu qanunu mən həftənin bazar günü soruşacağam. Həftənin bazar günü ayın 7-sinə düşür. Yəni 7 dekabra qədər qrupa qeydiyyat davam edir. Ondan sonra bir də növbəti qrupum yanvar ayında olacaq. Yəni yanvarın 10-15 arası yeni qrupum olacaq. Dekabr qrupuna kim əgər daxil olmaq istəsə, şəxsimə yazsın. Ümumi haqqında qanunu yaxşı öyrənin, izahlı sual-cavab əsasında soruşacağam. Amma bu gün yenə vurğuladığım kimi bəzi məqamları deyəcəm. Qrupa yeni daxil olan müəllimlər var və yeni daxil olmaq istəyən müəllimlər var. Sizlər də diqqət edin. Bir də müəllimlər çox xahiş edirəm, dərs YouTube kanalında paylaşılacaq. Mikrofonlara, görüntüyə nəzarət edin. Yəni biz artıq hər dəfə dərslərimdə iştirak edirsiniz, bilirsiniz artıq tələblərimi. Yəni dərsə mane olan müəllimi, yəni üzrlü sayında qrupdan kənarlaşdıracağam. Sonra dərsin video yazısına baxar. Diqqətli olaq. Videoda, kamerada diqqətli olaq müəllimlər. Hər dərsin video yazısı götürülür. Yəni dərsə canlı dərsdə iştirak edə bilməyən müəllim sonradan dərsin video yazısına da deməli baxa bilir. Bizim qayda qrupumuzda olur. Sizin hər birinizin qayda qrupuna da əlavə edirəm. O qayda qrupunda təbii ki, sonradan o video yazıları da izləyə bilirsiniz. O video yazılan materiallar heç vaxt silinmir. Əgər siz özünüz o materialları silməsəniz və yaxud da telefonunuzda hər hansı bir problem olmasa. Sonra mənim saytım da hazırdır. Belə, deməli müəllimlər, saytım da artıq hazırdır. Bu həftə artıq onu istifadəyə verməyə planlaşdırıram. Ödənişli qruplara daxil olan müəllimlərə 3 ay limitsiz o saytdan istifadə etməyə icazə verəcəm. Yəni o müəllimlər də həmin saytdan istifadə edə bilərlər. Belə. Saytın istifadəsi bu həftə nəzərdə tuturam. Sayt demək ki, hazırdır. Sadəcə bəzi texniki problemlər var. Mənim tərəfimdən həll olunması, yəni developerlər tərəfindən artıq həll olunur. Bir dənə mənim tərəfimdən həll olunması məsələlər var. Bunları da bu həftə yekunlaşdırıb həftə sonuna istifadə verməyi planlaşdırıram. Saytda da yenə video izahlar, materiallar, müsahibəyə aid hər bir şey var. Həm də kurikuluma aid. Məcəllə, qanunverici, yəni bütün dərslərimi orada yerləşdirmişəm. Başlayaq müəllimlər. Deməli, əsas anlayışlar. Biz hər birimiz bu əsas anlayışları bilməliyik. Ümumiyyətlə, Əmək Məcəlləsində də maddə 1-də əsas anlayışlar, əsas müddəalar qeyd olunur.
Nəyə görə? Çünki biz hər hansı bir elmi öyrənəndə onun əlifbasını bilməliyik təbii ki. Onun əlifbası da təbii ki, əsas anlayışlarında qeyd olunur. Bu anlayışları bildikdə təbii ki, növbəti maddələri oxuyanda bizə daha aydın olur. Əsas anlayışlar nədir? Bilirik ki, bizim işlədiyimiz məktəb ümumi təhsil adlanır. Çünki elmin ümumi əsaslarını, zəruri hissələrini öyrənirik. Daha fundamental bilik və bacarıqlar isə ali təhsil müəssisələrində öyrənilir və ümumi təhsil nəinki elmin ümumi əsaslarını, ona görə baxın görürsüz ümumi təhsil adlanır bizim işlədiyimiz məktəb. Nəinki biz elmin ümumi əsaslarını öyrədirik, həm də şagirdlərimizi həyat və əmək fəaliyyətinə hazırlayırıq. Yəni şagirdlərin 15 yaş tamam oldu, onlar artıq valideynlərin icazəsi ilə əmək fəaliyyətinə deməli başlaya bilər və ümumi təhsil müəssisəsində 3 səviyyə həyata keçirilir. İbtidai, ümumi orta və tam orta təhsil səviyyəsi. Bu 3 səviyyədən təbii ki, 9 illik təhsil, yəni ümumi orta təhsil icbaridir. İcbari o deməkdir ki, yəni məcburidir. Zəruri yox. Zəruri olan məktəbə hazırlıqdır. Yəni bir neçə ildən sonra artıq o məktəbə hazırlıq qrupları da deməli icbari olacaq. İcbari o deməkdir ki, yəni hamı artıq məktəbə qədər getməlidir. Mikrofonu kim açıq qoyub müəllimlər? Tərənə müəllimə çox xahiş edirəm, mikrofonunuza nəzarət edin. Mikrofona nəzarət edin müəllimlər. Deməli, nə deyirdim? Məktəbə qədər də icbari olacaq, amma hələ ki məktəbə hazırlıq hələ ki icbari deyil, zəruridir, amma ümumi orta təhsil isə icbaridir. İcbari o deməkdir ki, müəllimlər, məktəbdə işləyən hər kəs şagirdlərin davamiyyətə nəzarət etməlidir. Yəni əgər şagird uzun müddət tədrisdən yayınırsa, bir fənn müəllimi olaraq, sinif rəhbəri olaraq, məktəbin rəhbərliyi olaraq siz artıq həyəcan siqnalını səsləndirməlisiniz. Çünki təhsil icbaridir. Direktorun vəzifələrindən biri də odur ki, ümumi orta təhsil icbarini təmin etsin. Əks təqdirdə biz öz vəzifə funksiyalarımızı keyfiyyətli şəkildə yerinə yetirməmiş oluruq. İlk öncə təbii ki, fənn müəllimi olaraq siz görürsünüz ki, şagird yoxdur. Sinif rəhbərinə məlumat verirsiniz, sinif rəhbəri məktəbdən kənar vəziyyətinə xarici işlər üzrə təşkilatçısına məlumat verir, təşkilatçı da direktora təqdimat yazaraq şagird haqqında məlumat verir. Təbii ki, ilk öncə şagirdi özümüz, yəni sinif rəhbəri bu haqqda özü məlumat əldə etməyə çalışır. Əgər bu mümkün olmursa, təbii ki, artıq biz müvafiq icra hakimiyyəti orqanına məlumat verməliyik. Övladını tədrisdən yayındıran valideyn minimum 100 manatdan başlayaraq cərimələnə bilər. Yəni müvafiq icra hakimiyyəti orqanı dedikdə təbii ki, biz burada məhkəməni nəzərdə tuturuq. Polis işi aparır, sonda əgər iş məhkəməyə gedirsə, həmin o cəriməni məhkəmə təyin edir. İnternat tipli ümumi təhsil müəssisələri var ki, burada təbii ki, sutkalıq fəaliyyət göstərir. Orada həm sağlam şagirdlər, həm də sağlam imkanları məhdud şagirdlər, həm də valideynini itirmiş şagirdlər burada internat tipli təhsil müəssisələrində deməli təhsil ala bilərlər. Bir şey də sizin diqqətinizə çatdırım ki, artıq evdə təhsildir, fərdi təhsildir, xüsusi təhsildir. Artıq bu təhsildə olan şagirdlərin sayını minimuma endirməyə çalışırlar. Məqsəd də odur ki, artıq bu şagirdlər ümumi təhsildə şagirdlərlə bir yerdə təhsil alsın. İndi neçə ilə olacaq bu mərhələ, yəni tamamilə bu evdə təhsildir, fərdi təhsildir. Daha sonra xüsusi təhsildə olan şagirdlərin sayını minimuma endirməkdə məqsəd odur ki, həmin təhsil müəssisələrini belə deyək də minimuma endirsinlər. İndi tamamilə ləğv edəcəklər bu haqqda deyə bilmərəm, amma bunu xüsusi təhsildə işləyən müəllimlər də vurğulaya bilərlər, təsdiqləyə bilərlər ki, artıq orada da şagirdlərin sayı minimuma enir. Varmı xüsusi təhsil müəssisəsində işləyən müəllimlər? Onlardan da biz bir təsdiq cavabı ala bilərik. Xüsusi təhsildə işləyən müəllim var qrupda? Dərsdə hal-hazırda xüsusi təhsildə işləyən müəllim varmı? Xüsusi təhsil müəssisəsi. Salam, axşamınız xeyir. Bəli, var mənəm. Aha, hansı məktəbdə işləyirsiniz Samira müəllimə? 168 saylı. 168? Xeyr, 268 saylı xüsusi təhsil məktəbi. Vəziyyət necədir müəllimə? Orada vəziyyət necədir? Bu ildən kökündən dəyişilib. Yəni gün uzadılmış qruplar ibtidaidən savayı 5-ci, 10-cu sinif, bizdə 11 yoxdur, 10-cu siniflər ləğv olundu. Yəni çox çətinlik yaratdı bu bizə. Çünki valideynə kömək idi.
İstəyən valideynlər səhərgah getmirdilər uşağı dərslərə. Günortadan sonra qalırdılar gün uzadılmış qruplara. İnarsız davamiyyəti toparlaya bilmirik. Müəllimə, Sonra- göstərilmiş qrup ancaq ibtidaidə olur da. Sizdə amma xüsusi təhsildə həm də yuxarı sinifə də verirdilər gün uzadılmış qrup. Samir müəllimə, məsələn burasındadır ki, bəli, ümumi təhsilin qayda qanuna görə gün uzadılmış qrup siz də bilirsiniz, hamı da bilir. Yalnız ibtidai siniflərə aiddir. Bəli. Amma mən neçə ildir işləyirəm? 19 ildir. Həmişə gün uzadılmış qrup olub. Çünki bu uşaqların çoxu anlaqsızdır. Evdə tək qoymaq olmur. Bəli, tamam. Hə. Və bizim xüsusi təhsil məktəbinin adının qarşısına ümumi təhsil, xüsusi təhsil məktəbi artırıblar. Biraz mən nervni smeh deyirlər, əsəbi gülüş tutur. Yəni demək istəyirlər ki, bu məktəb tipli məktəblər ləğva doğru gedir. Yəni qarışmalıdır ümumi təhsilin bəli, tərkibinə, bəziləri inklüzivlərə, bəziləri də xüsusi siniflər açılıb, bildiyiniz kimi bu. Və bizim iş şəraitimiz də ağırlaşıb, dərsin keyfiyyətinə də mənfi təsirləri inarsız. Hər tərəfli bizə əngəllər yaradılıb. Bilmirəm. Siz o məktəbin adını mənə bir screenshot edib göndərərsiniz. İndi sizin məktəbin adı belə gedir də, 268 nömrəli ümumi xüsusi təhsil müəssisəsi belə gedir. Belə gedir. Bəli, 268 saylı ümumi təhsil, xüsusi təhsil məktəbi və bizim attestatlar ağ rəng olurdu. Bəli. Bu ümumi təhsil sözü yaz aylarında hardasa biz eşitdik. Ona görə artıq attestatlar yazdan sonra olur axı yayda. Attestatlar yaşıl oldu bu il. Mən onu da bir heç dəfə görürəm. Yəni adi ümumi təhsil attestatlar oldu. İndi bu bilmirəm bu uşaq bu attestatla hara gedəcək, amma gedirdilər yəni texnikum, bəli, texnikum və ali məktəblərə yollar bağlıdır bu ağ attestatla. Gedirdilər peşə məktəbinə. Yəni çox güman ki, müəllimə, çox güman ki, onlara yaşıl attestat, yəni aidi attestat verməkdə məqsəd odur ki, həmin şagirdlər də həm ali təhsil müəssisələrinə, həm də kolleclərə verə bilsinlər. Çünki dünya təhsili var. Müəllim, bu mümkün deyil. Biz nə BSG keçiririk, nə QSG keçiririk. Yəni bizdə kökündən fərqlənir. Ümumi təhsillə xüsusi təhsil. Mən həmişə deyirəm ki, xahiş edirəm bir gün gəlin, nə olar, gəlin bizim məktəbə, görün biz necə işləyirik. Bizdə axı məqsəd akademik bilik vermək deyil. Bizdə məqsəd cəmiyyətə inteqrasiya, sosial adaptasiya, heç olmasa özünə xidməti öyrədirik, müəyyən onların bacarıqlarını kəşf eləyirik. Yəni özünüz başa düşürsüz ki, yəni azından çoxundan ki, bizim təhsillə ümumi təhsil heç cür eyni səviyyədə tutula bilməz. Bəli, mənə də maraqlıdır, amma bu inkişaf etmiş ölkələrin təcrübəsinə irəli gəlir. Orada da yəni o uşaqlar sırf ümumi təhsildə uşaqlarla qarışıb inteqrasiya edərək cəmiyyətə qarşılar, amma şərait lazımdır. İndi yəqin ki, o şəraitdə nə yaxşı, kurslar. Mən razıyam. İnkişaf etmiş ölkələrdə əvvəl infrastruktur yaradılır və sonra müəllimdən iş tələb olunur. Yaxşı, biz bunlara dözürük, tutaq ki, dözək də. Amma infrastruktur yoxdur axı, inkişaf etmiş ölkələrdə olduğu kimi. Adi uşağı birinci mərtəbədən ikinci mərtəbə çıxarmaq nə qədər bizə çətindir. Mənim sizin məktəbə bu ildən ümumi təhsil adı verilibsə, yəni o söz qarşısına əlavə edilib, sağlam uşaqları qəbul edirlər o məktəbə? Xeyr, sağlam uşaq. Əksinə, deməli bizə aid olan şagirdləri daha da bizdən çıxardılar, verdilər inklüziv təhsillərə. Bizə bilirsiniz, düzdür, hamısı uşaqdır, biz onların üzərində işləyirik, amma tam diqqət əksikliyi, tam hiperaktiv, tam yaddaşsız, tam nitqsiz kontakta girə bilməyən ağır autizm Kanner sindromu uşaqlar veriblər. Yenə deyirəm, gəlin birinci siniflərə baxın, görün. Biz bilmirsən uşağa sağdan yaxınlaşasan, soldan yaxınlaşasan. Axı bizdə yazığıq belə fiz çıxmasın. Deməli o uşaqları orta məktəblərdə inklüziv siniflər, bir də xüsusi siniflər olur, sağlam siniflər, xüsusi siniflər olur, o siniflərə veriblər. Məsələn, inklüziv siniflərdə elədir ki, 22 şagird olur, 20 sağlam, 2 şagird də sağlamlıq yanı məhdud şagird. Bəli, hər 10 şagirdə bir şagird verilir. Bir inklüziv və xüsusi şagird verilir. Amma xüsusi siniflər, ümumi təhsildə olan xüsusi siniflərdə ancaq orada sağlamlıq yanı məhdud şagirdlər olur. Məsələn, bizdə qonşu məktəbdə bir dənə bir məktəbdə
var, elə sinif. Mən o müəllimlə danışıram, mütəmadi ondan maraqlanıram. O deyir ki, bizdə maksimum 15 şagirddir. 15 şagird orada amma sağlam uşaq yoxdur. Ancaq xüsusi uşaqlarda, sağlamcanlar məhdud uşaqlardır. Belə davam edək müəllimə. Çox sağ olun, var olun. Yeniliklərdən bizi də xəbərdar etdiniz. Mən bunları bilirdim. Sadəcə istədim ki, canlı olaraq o məktəbdə işləyən bir müəllim də təsdiqləsin. Belə davam edək. Ümumi təhsil pilləsinin səviyyələri, müəllimlər bu səviyyələri biz bilirik. İbtidaidir, ümumi orta və tam orta. Məktəbə hazırlıq hələ səviyyə deyil, sadəcə mərhələdir. Və biz bildiyimizə görə bağçalarda artıq mikrofon kimdə açıqdırsa bağlasın müəllimlər. Aha. Bağçalarda artıq deməli məktəbə hazırlıq qruplarının sayı azalır. Məsələn 3-4 yaşlı uşaqlar olan qruplar, məsələn 4-5 dənə varsa, onlar 5 yaşlıya çatanda bir 4 dənə, 5 dənə də məktəbə hazırlıq qrupu olurdu. Artıq o qrupları göndərirlər məktəblərə, maksimum bir qrupu saxlayırlar. Yəni bir qrup məktəbə hazırlıq, yəni 5 yaşlı qrupu saxlayırlar. Məqsəd odur ki, uşağın 5 yaşı oldu, daha bağçada təhsil ala bilməz. Harda təhsil ala bilər? Təbii ki, məktəbdə. Məktəb hazırlıq qrupunda təhsil almalıdır. Və beləliklə məktəbə hazırlıq icbari olduqda biz artıq tam əminliklə deyə bilərik ki, 12 illik təhsilə keçdik. Hələ ki 12 illik təhsilə bizim təhsilimiz keçid mərhələsindədir. Bunun da məqsədi odur ki, bir il əlavə olaraq dövlət şagirdləri təhsil verir və onları daha bilikli, daha savadlı olmaları üçün bu cür dəstəkdir. Əslində şagirdləri bir il əlavə etmək bu iqtisadi cəhətdən dövlətə sərf eləmir. Bir il əlavə olaraq kitab vermək, müəllimlərə mərqi vermək, bütün inventarları təmin etmək. Amma dünya təhsilində bu var ki, şagirdlərin nəticəsi daha yaxşı olması üçün bunu edirlər. Məsələn, Kanadada 14 illikdir. Qonşu Türkiyədə 12 illikdir. Bizdə 11 illikdir, amma qonşu Türkiyədə artıq 12 illikdir. Sonra ümumi təhsil sisteminin akkreditasiya bilirik ki, standartlara uyğunluqdur. Yəni o nədir o standart? Müəllimlərin keyfiyyət göstəricisi, şagirdlərin bilik və bacarıqlarının səviyyəsi. Məsələn, müəllimlərin keyfiyyət göstəricisi nədir? Sertifikatlaşdırmadan 30 bal toplayan müəllim artıq bu standartlara minimum səviyyədə cavab verir və orta məktəblərdə müəllim kimi davam edə bilər. Və biz bilirik ki, artıq tam ştatlı müəllim kimi bu sistem artıq fəaliyyətə başlayacaq 2027-ci ildən sonra. Tam ştatlı müəllim təbii ki, artıq növbəti sertifikatlaşdırma imtahanında iştirak etməyəcək. Çünki kim ki tam ştatda işləmək istəyir, onun balı 51 bal olmalıdır. Yəni hər kəs tam ştatda təbii ki, keçə bilməz. Hələ ki könüllü olaraq edirlər. Bu hələ ki könüllüdür, amma mən ümid edirəm ki, bunu təbii ki zaman-zaman bütün müəllimlərə şamil edəcəklər. Sonra psixoloji xidmət, təbii ki, məktəblərdə psixoloji xidmət şagirdlərə göstərilir. Valideynlərlə, müəllimlərlə, pedaqoji işçilərlə, yəni əməkdaşlıq edərək şagirdlərə bu psixoloji xidmət göstərilir və bu psixoloji xidmət də ödənişsizdir. Məktəbdə psixoloq ştatı şagirdlərin bildiyimizə görə, şagirdlərin sayına görə təşkil olunur. 1000 nəfərə qədər 1 dənə, 1000-dən 3000-ə qədər 2 dənə psixoloq ştatı, 3000-dən çox olduqda isə deməli 3 dənə psixoloq ştatı olur. Və mən bir yenilik kimi həqiqətən bunu təklif edərdim ki, məktəbdə psixoloqların da dərs saatı olsun. Yəni şagirdlərə keçirilən fənlərin içərisində heç olmasa bir həftədən bir, yəni 05-lə psixoloqlara dərs saatı verilsin və psixologiya ilə bağlı bir fən tədris olunsun. Biz şagird kollektivi ilə, müəllim kollektivi ilə işləyirik, amma psixologiyamızla bağlı məlumatımız azdır. Mən xüsusi psixologiya ilə bağlı müəllimlər kitablar oxuyuram, çox maraqlıdır da, həddindən artıq və bir yaxşı bir təlimə yazılmışam. Dekabrın 5-dən başlayacaq o təlim. Fizionomiya təlimi var. Yəni insanın duruşu, insanın baxışı, hətta əl quruluşuna belə əl quruluşu necədir, əli necə tutur. Bütün bunlar bizə bir SMS verir, amma biz onu bilmirik. Çünki bu sahədə təcrübəmiz yoxdur, məlumatımız yoxdur. Hətta mən o təlimə daxil olmaq üçün məni təbii ki, ilk öncə onlar əlimi həm içdən, həm də çöl tərəfdən
şəkillərini istədilər. Çünki hər kəsi o təlimə cəlb etmirlər. Məsələn, tutam ki, çox psixoloji problemi olan şəxsi o təlimə cəlb etmirlər. Onu öyrənib sonra gedib onu tətbiq edər və yaxud da yanlış başa düşər. Yəni o təlimə hər kəsi qəbul etmirlər. İndi məni qəbul ediblər. İstəyirəm öyrənim. Öyrəndiklərimi təbii ki, sizinlə də bölüşəcəm. Çox maraqlı bir təlim gəldi mənə. Türkiyədən öyrənmiş bizim bir Azərbaycanlı gəncimizdir. Maraqlı gəldi. Öyrəndiklərimi təbii ki, sizinlə də paylaşacağam. Belə, psixologiyanla da bağlı dedik, amma psixoloqların təbii ki, dərs saatı yoxdur. Bəs psixoloqlar dərs deyə bilərmi? Əgər psixoloqun ikinci ali təhsili varsa, tutam ki, həm psixologiyanı bitirib, həm də kimya müəllimliyini bitiribsə, bəli, kimyadan direktor ona dərs saatı verə bilər. Təqdimat əsasında dərs saatı verə bilər. Məsələn, direktor, müavin və təşkilatçılar vəzifə maaşı aldıqları kimi, əgər məktəbdə müəllimlərin dərs yükü 18 saatı tamamlanırsa, yəni məktəbdə müəllimlərin dərs saatı varsa, təbii ki, həmin direktor, müavin və təşkilatçı da maksimum 12 saat dərs apara bilər. 12 saat dərs apara bilər. 12 saat dərs aparmaqları onların təbii ki, məzuniyyətinə təsir edir. Əgər dərs saatı yoxdursa, rəhbər işçilər 30 gün məzuniyyətə çıxacaqlar. Dərs saatları varsa, 56 gün məzuniyyətə çıxacaqlar. Yəni heç olmasa minimum 5 saat dərs olmalıdır ki, həmin rəhbər 56 gün məzuniyyətdən istifadə etsin. Yəni mənim qruplarımda müəllimlər olub, 5 saat riyaziyyat dərsi olan rəhbər direktor işləyən bir müəllimim var idi. Dedi mənə 56 gün məzuniyyəti verdilər. Amma 4 günə bilmirəm verərlər yoxsa. Yəni o ilə rastlaşmamışam. 3-ə təbii ki, verməyəcəklər. Amma 4 saata bilmirəm verərlər yoxsa yox. 5 saata dəqiq bilirəm ki, 56 günlük məzuniyyəti verirlər. Standartları bildiyi, standartları minimum tələb və normalları əhatə edən ümumi normalar məcmusudur. Bu ayrı bir sənəddir. 2010-cu ildə imzalanmış bir sənəddir. 10 ildən sonra yeniləndi. 2020-ci ildə yeniləndi. Orada 7 standart vardı. O standartların sayını 13-ə çatdırıldı və bu standart ayrı bir proqramdır. Biz bunu ayrı keçəcəyik. Kurikulum həmişə olub. Bu bir təhsil proqramıdır. Yəni bu təhsil proqramına nələr daxildir? Təbii ki, ölkədə keçirilən fənlər üzrə kurikulum, məsələn, fizika fən kurikulumu, biologiya fən kurikulumu. Bu fən kurikulumları hamısı çoxu yenilənib. Fizika, kimya, biologiya, bir çoxlarının məzmun xəttləri artırılıb. Məsələn, fizikada məzmun xətti əvvəl 3 idi, indi isə artıq məzmun xətti 6 məzmun xətti var. Və sizlər də hər biriniz məzmun xəttləriniz əgər dəyişibsə, artıbsa, onu mütləq əzbər bilməlisiniz. Deməli, müsahibədə müəllimlər məzmun xəttlərinizi əzbərdə soruşurlar. Hətta deyirlər ki, bir standart götür, onu reallaşdır. Onu necə dərs keçərsən, nədən başlayarsan, dərsi gedib dərsi dinləyirsən, nədən başlayırsan. Yəni onu biz müəllimlər kurikulumu bilməliyik. Xüsusən də rəhbər işçilər. Gedib dərsi dinləyəcəksiniz. Metodik dəstək göstərəcəksiniz. Siz özünüz kurikulumu bilməsəniz, gedib müəllimlərə necə dəstək olarsınız? Təbii ki, biz hamıdan yaxşı səviyyədə bilməliyik. Şəhadətnamə, akkreditasiya şəhadətnaməsi təbii ki, bu sənəddir. Yəni hüquqi bir sənəddir. Həmin təhsil müəssisəsi əgər akkreditasiyadan keçibsə, ona bu şəhadətnamə 5 il müddətinə verilir ki, bu təhsil müəssisəsi fəaliyyət göstərə bilər. Hələ ki akkreditasiya heç bir məktəb akkreditasiyadan keçməyib, yəni belə bir hələ prosedur həyata keçirilməyib, amma çox güman ki, növbəti illərdə bu proses də həyata keçiriləcək. Hələ ki ali təhsil və kolleclər akkreditasiyadan keçir. Azkomplektli məktəblərin sayı artıq demək olar ki, minimuma çatdırılmağa çalışılır. Burada azkomplektli məktəb odur ki, orada paralel sinif olmasın, sayı 100-dən aşağı olsun. İlk öncə təbii ki, hansı məktəblər bağlanıldı? Şagird sayı 30-a qədər olan məktəblər bağlanıldı və bu ildə təbii ki, yenə məktəblər bağlanılır. Nəyə görə? Çünki şagird sayı az olan məktəbə ayrılan o vəsait, o pul, maddi vəsait şagirdin bir rayondan digər rayona onun nəqliyyat xərcinə verilən vəsaitdən qat-qat çox olduğuna görə daha üstün variantı seçirlər ki, bir şagirdə biz nəqliyyat xərci verək, o digər məktəbdə geri təhsil alsın. Təbii ki, bu xərc də icra hakimiyyəti tərəfindən qarşılanmalıdır. Beynəlxalq akkreditasiya nədir müəllimlər? Beynəlxalq akkreditasiya proqramı məsələn bizim məktəbdə tətbiq olunmur, amma bir çox belə deyək, məsələn Avropa məktəbi,
Avropa məktəbində tətbiq olunur. Məsələn, 6 nömrəli məktəbdə tətbiq olunur. Bu beynəlxalq səviyyədə həmin o standartlara uyğun olan bir proqramdır. Həmin proqramla təhsil alan şagirdlər təbii ki, xarici universitet, xarici dövlətlərin, digər dövlət universitetlərinin bir çox universitetlərində, bir çox dövlət universitetlərində təhsil ala bilərlər. Yəni təsəvvür edin ki, şagird iki universitetdə təhsil alır. Defektoloq, loqoped bunlar bilirik. Defektoloq ali təhsilli mütəxəssisdir, loqoped ali təhsilli mütəxəssisdir. Loqoped təbii ki, şagirdlərin nitqini korreksiya edir. Yəni bəzi şagirdlər var ki, r-dır, y-dır, r-dır, bunları deyə bilmir. Bunları korreksiya edir xüsusi metodlarla. Defektoloq isə təbii ki, əqli və ya fiziki məhdudiyyəti olan şagirdlərin korreksiyası ilə məşğul olan ali təhsilli mütəxəssislərdir. Bu mütəxəssislər Üzr istəyirəm, onu da deyim, əlavə edeyim. Bu bəli. defektoloqlara bu ildən icazə vermədilər dərs deməyə, ancaq yəni loqopedik fəaliyyət icazə verdilər. Onu da qeyd edeyim. Birdən sual düşər. Yəni bu da təzə bir yenilik oldu. Ümumiyyətlə defektoloqlar dərs deyirdilər ki, müəllimə, dərs Bəli, defektoloqlar dərs deyirdilər. İbtidaidə nədən dərs deyirdilər ki, onlar? İbtidaidə də dərs deyirdilər, məsələn, yuxarı siniflərdə də dərs deyirdilər. Məsələn, bizdə elə bir fənlər var ki, ümumi təhsillərdə yoxdur. Məsələn, sosial məişət yönümü var, ritmika var, müalicəvi bədən tərbiyə var. Bütün bu fənləri onlar deyirdilər. İcazə vermirlər. Bizdə də var elə bir gimnaziyada. Necə? Yəni İbtidai sinif icazə vermədilər, amma ritmika, sosial məişət yönümü bu cür fənlər icazə verdilər. Dedilər ki, defektoloqlar getsinlər, məsələn, başqa bir yerlərdə işləsinlər, amma halbuki sırf onların ixtisasıdır. Mən bunu da anlamadım, başa düşmədim. Yəni Mən defektoloq indi yəni deyiləm. təhsil müəssisəsində defektoloq icazə verməyəcəklər. Bəs bunlar harda iş tapacaqlar? Defektoloqlar. Defektologiya elədik ki, orada məsələn bir neçə sahə var da, gözdən məsələn əlillər üçün, qulaqdan əlillər üçün, hərəkət məhdudiyyəti olanlar üçün, bizdə əqli geri və psixi geri uşaqlardır. Nəsə icazə vermə. Halbuki hamısı səriştəli illərlə işləyən pedaqoji kadrlardır. Bunlar bu işin peşəkarı olurlar da. Onların xüsusi Bəli. olur, metodları olur, bilmirəm oyuncaqları olur, belə uşaq mən onu görmüşəm də. Hətta Onlar loqopedik masajları bacarırlar. masajları olur, alətləri olur, nə bilim loqopedin, defektoloqun. Yəni bunu adi müəllim eləyə bilməz. Adi müəllim deyəndə, yəni məsələn ibtidai təhsil bitirən müəllim eləyə bilməz. Bunun mütləq Xeyr, onun təlimini keçmək və praktika mütləq olmalıdır ki, onu bacarasan. onu bacarsın. Hə. Sonra dərsdən kənar məşğələ, biz buna daha fakultativ kurs deməyəcəyik. Düzdür, burada qanunda qalıb, amma biz onu artıq ancaq dərsdən kənar məşğələ deyəcəyik. Bu da təbii ki, şagirdlərin meyl, maraq və qabiliyyətlərinə uyğun həyata keçirilir. Bu da ayrı bir sənətdir. Biz bununla növbəti dərslərimizdə deməli tanış olacağıq. Həm dərsdən kənar məşğələ, həm də dərnəklər. Burada görürsüz müəllimə hər bir sənətdə qısa olaraq məlumat verir. Bu qısa verilən bu anlayışlar hər biri bir sənətdir. Hər biri bir sənətdir. Məsəl üçün müsahibədə sual verirlər ki, şagird dərsdən kənar məşğələyə, dərnəyə yazılmaq istəyir. Gəlib özü ərizə yaza bilərmi? Ərizəni kim yazmalıdır? Mütləq valideyn yazmalıdırmı? Yoxsa ərizəyə heç ehtiyac yoxdur? Yəni suallar müxtəlif cür qoyulur. Bunun bir mənası var ki, bir cavabı var ki, bura qəbul yalnız valideyn ərizəsi ilə. Yəni valideyn ərizə yazmalıdır ki, şagird bu məşğələlərə deməli daxil edilsin. Sonra fən kurikulumları, yəni hər bir fənnin öz kurikulumu var. Biz müəllim olaraq öz fən kurikulumumuzu yaxşı bilməliyik. O metodik tövsiyələri özündə əks etdirən bir sənəddir. Yəni orada hər bir şey var, həm səviyyələr üzrə təlim nəticələri, inteqrasiya, strategiya, qiymətləndirmə vasitələri, meyarlar, yəni planlaşdırma, hər bir şey fən kurikulumunda öz əksini tapıb. Siz deməli Google Chrome-da elə məsələn öz fənninizə uyğun tutalım ki, biologiya fən kurikulumu, fizika fən kurikulumu yazaraq o PDF-i telefonunuza yükləyib çıxartdırıb əlinizdə bir vəsait kimi istifadə edə bilərsiniz. Yəni hər bir şey orada var. Daha diqqətli oxumaq
yetərlidir. Günün uzadılmış qruplar haqqında məlumatımız var. İbtidai siniflərdə təşkil olunur. Bir çox məktəblərdə bunu təşkil etmirlər, amma əgər şəraiti varsa təşkil oluna bilər. İstər lisey, gimnaziya olsun, istər adi ümumi təhsil müəssisələri olsun, bu gün uzadılmış qruplar məktəbdə şəraiti varsa təşkil oluna bilər. Yalnız ibtidai sinif şagirdləri üçündür. Amma az öncə Samira müəllimənin vurğuladığı kimi xüsusi təhsil müəssisələrində yuxarı sinif şagirdləri üçün də keçirilirdi, amma onu bu ildən deməli ləğv ediblər. Amma orta məktəblərdə ləğv etməyiblər. Yəni orta məktəblərdə var. Himayəçilər Şurasını heç bir direktor bunu etməyib, yəni bunu mən görməmişəm heç bir müəllim ətrafında olan müəllimlərdən də hər zaman olmur. Belə bir şura hələ ki fəaliyyət göstərmir. Amma Himayəçilər Şurası da könüllü bir yaradılan bir şuradır. Şura bilirsiniz nə deməkdir? Yəni iclas. Necə ki pedaqoji şura, eləcə də Himayəçilər Şurası. Burada təbii ki yardımların toplanmasıdır, qeydiyyata alınmasıdır. Bütün bunları nəzarət həyata keçirən könüllülərdən ibarət özünü idarə etmə orqanıdır. Ümumiyyətlə məktəbdə bu özünü idarə etmə orqanları nə üçün lazımdır? Bu özünü idarə etmə orqanları təbii ki məktəbin daha şəffaf, daha demokratik, yəni müəyyən prinsiplər əsasında idarə olunması üçün. Başqa özünü idarə etmə orqanları da var. Məsələn, şagird parlamenti, valideynlər assosiasiyası, sonra məktəb şurası, bir var metodik şura, bir də var məktəb şurası. Metodik şurada ancaq müəllimlərdir. Yəni ora rəhbərliyi təlim-tərbiyə işləri direktor müavini edir, müəllimlər də, metodikləşmə rəhbərləri də üzv olur. Amma məktəb şurasına isə valideynlər də, şagirdlər də üzv ola bilər. Yəni məktəblərdə məktəblə əlaqəli olan hər kəs ora üzv ola bilər, iclasları keçirilə bilər, müzakirələr aparıla bilər. Amma metodik şurada isə ancaq müəllimlər və rəhbərlik. İbtidai təhsil ümumi təhsilin 1-ci səviyyəsidir. İbtidai təhsildə bilirik ki, şagirdin artıq cari tədris ilində əgər 8 yaşı, 6, 7, 8 yaş tamam olacaqsa, ilin sonuna qədər bu şagird 1-ci sinifə gələ bilər. Məsələn, 2025-ci ildir. Dekabrın 31-nə qədər 8 yaşı tamam olacaq şəxs, yəni yanvarın 1-dən 2025-dən söhbət gedir. 2025-in yanvarın 1-dən 2025-in dekabrın 31-nə qədər uşaq 1-ci sinifə gələ bilər. Yox, əgər bu cari tədris ilində 2025-ci ilin istənilən ayında şagirdin 9 yaş tamam olacaqsa, tutalım ki, yanvarın 1-dən tutalım götürək fevral ayının 5-i 9 yaşı olub və yaxud da oktyabrın 30-u, noyabrda keçdi. Yəni deyək dekabrın məsələn 15-i bu uşağın 9 yaşı hələ olacaq. Yəni 9 sözü eşitdiksə cari tədris ilində bu şagird 1-ci sinifə gələ bilməz, evdə fərdi təhsilə cəlb olunmalıdır. Bəs tutalım uşaq 1-2 il oxudu, yenidən digər siniflərdə də uşaqlarla bir yerdə təhsil ala bilər? Xeyr. Çox təəssüf olsun ki, o uşaq 8 sinifi bitirənə qədər fərdi təhsilə cəlb olunur. İcbari dispanserizasiya bilirik ki, bu uşaqların sağlamlığının qorunmasıdır, onların normal inkişafının təmin edilməsidir. Yəni onlarda hər hansı bir xəstəliyin aşkar edilməsi məqsədi ilə profilaktik bir tədbirlərdən ibarət bir müşahidə sistemidir. Yəni həkimlər gəlir, ildə bir dəfə şagirdləri icbari dispanserizasiyadan keçirdir, yoxlayır. Əgər problemi varsa, mütləq onu müəyyən valideynlə məsləhətləşərək müəyyən müayinələrə göndərir. Məsələn, ürək xəstəliyi olan bir uşaq idman dərsində təbii ki, buna qaçmaq olmaz. İdman müəllimləri xüsusilə diqqət etməlidir. Və bu gün idmanla bağlı, fiziki tərbiyə fənni ilə bağlı yeni təlimat gəlib. Bu təlimatı oxumusunuz müəllimlər? Rəhbər işçilərdən istəyirəm soruşum. Burada direktor işləyən var müəllimlər? Direktor işləyən var? Aranızda direktor işləyən var? Direktor, müavin, təşkilatçı işləyən var? Müəllimə bir söz soruşmaq istəyirəm. Müəllimə, mən təşkilatçı işləyirəm. Aha, fiziki sizin məktəbə gəlib, fiziki inkişaf Yox, göndərməyiblər. Onda kimə göndərilib? Salam, axşamınız xeyir. Samira müəllimə, mən də müavin işləyirəm. Bizə elə bir sənəd gəlməyib, amma sabah üçün rayonda iclas, fiziki tərbiyə rəhbər müəllimlərini iclasa çağırıblar. Nə ilə bağlı?
Elan eləməyiblər. Yəqin ki, ora gedəndə bilinəcək. Mən sənədi göndərərəm. Yəni fiziki tərbiyə dərslərinin təşkili prinsipləri, keçirilmə saatları, yəni ümumiyyətlə fiziki tərbiyə dərsləri dərs cədvəlində bu bir dənə bu yenilik deyim. 2-ci, 3-cü və ya 4-cü saatları planlaşdırılmalıdır. Yəni 1-ci saata və yaxud da 6-cı saata indi bu təbii ki, kiçik məktəblərə aiddir də, böyük məktəblərə aid deyil. Yəni yeni verilən təlimata əsasən 2-ci, 3-cü, bir də 4-cü saatlara salınmalıdır dərs cədvəlində. Yəni qrupda Müəllimə həmişədən belə idi, amma dərsdə görə çatdırmaq olmur. Lap birinciyə də salırlar, axırıncıya da salırlar. bəs mən az öncə vurğuladım ki, şagird sayı çox olan məktəblərdə təbii ki, yəni sinif sayı çox olan məktəblərdə bu normativləri etmək olmur. Amma şagird sayı tutalım azdırsa, biz çalışmalıyıq ki, dərs cədvəlini müavin bunu hazırlayanda fiziki tərbiyə dərslərini 2-ci, 3-cü, 4-cü saatlara salsın və müsahibə sualı ola bilər bu sizin fiziki tərbiyə dərslərini hansı saatlarda salınması, hansı fənlərdən sonra və ya da əvvəl salınması məqsədə uyğundur və ya da həftənin hansı günü salınması məqsədə uyğundur. Bax bu sənədi göndərəcəm müəllimlər, diqqətli oxuyarsınız. Yaxşı? Orada normativlər var. Məsələn, ildə neçə dəfə ölçülməlidir. İndi deyirsiniz ki, biz idman müəllimi deyilik, bizə nə üçün lazımdır bu? Müəllimlər, idman müəllimi olmasanız da, amma məktəb rəhbərisiniz də, məktəb rəhbəri olaraq hər bir dərsin keyfiyyətinə nəzarət etməlisiniz. Bu keyfiyyətə nəzarət etmək üçün də təbii ki, siz yeni təlimatlardan məlumatlı olmalısınız. Salam, axşamınız xeyir Samirə müəllimə. Axşamınız Tüm müəllimləri salamlayıram. Sağ olun. Müəllimə, mən də müavin işləyirəm tədris işləri üzrə. Cədvəli mən tərtib eləmişəm. Məcburiyyətdən deməli birinci saata salmışam idman dərsini. Çünki müəllimlərin əksəriyyəti ikinci iş yerində işləyir. Bir də körpə uşaqlı müəllimlər var ona görə. Yəni istəmədiyim vəziyyətdə alındı. Sizə təlimat gəlib bu gün müəllimə? Təlimat gəlməyib, bizə gəlib ki, yəni fiziki tərbiyə müəllimləri təkmilləşmə kimi də, yəni həftə sonu rayon mərkəzinə çağırılıblar. İdman müəllimlər. Görək hansı yeniliklər də deyəcəklər müəllimə. Belə bu təlimatı göndərərəm, bəzi məktəblərə göndərilib, bəzi məktəblərə göndərilməyib, oxuyarsınız, yaxşı? Belə, bu da belə müəllimlər. Sonra yarısına qədər izah edəcəm. Sonra bu mövzunu, bu qanunun bütöv izahını qruplara göndərəcəm, öyrənəcəksiniz. Mən onu izahlı sual-cavab əsasında bazar günü soruşacağam. Çalışın bazar gününə qədər bu mövzunun 33 maddənin hamısını öyrənin. Qrupa daxil olmaqda gecikməyin, çünki artıq 1 dərs, 2 dərs mövzu çoxaldıqca, əgər siz o mövzuları oxumursunuzsa, gecikirsinizsə qrupa daxil olmağa, belə deyək də çətin olur. Mövzular da yığılanda artıq necə deyim, tənbəllik yaranır. Yeni qrupum da yanvarda olacaq, yanvarın 10-undan sonra olacaq. Yəni bu qrupa kim daxil olmaq istəsə, bu mövzunu öyrənsin. Həftənin bazar günü izahlı sual-cavab əsasında soruşacağam. Bir də ki, təbii ki, hər dəfə dərslərimdə yeniliklərlə sizləri deməli məlumatlandırmağa çalışıram. İnklüziv təhsili dedik, orta məktəblərdə təşkil olunur bu inklüziv təhsil sağlam uşaqlarla sağlam imkanlar məhdud şagirdlərin eyni sinifdə təhsil almasıdır. Bir də var inteqrasiya təhsil müəssisələri. Müəllimə, bunların fərqi nədir? İnteqrasiya təhsil müəssisələrində şagirdlər eyni məktəbdə oxuyur, amma eyni sinifdə oxumurlar. Yəni ayrı-ayrı korpuslar olur. Sağlam uşaqlar ayrı korpusda oxuyur, sağlam imkanları uşaqlar ayrı korpusda oxuyur. Amma inklüziv siniflər odur ki, bu şagirdlər birinci mərtəbədə bu siniflər olur və sağlam imkanlar məhdud şagirdlər eyni sinifdə təhsil alır. Bir də ümumi təhsil məktəblərində xüsusi siniflər olur ki, orada da yalnız sağlam imkanları məhdud şagirdlər olur. İnnovasiya yenilikdir. Təbii ki, təhsildən yenilikləri sizdən soruşa bilərlər. Ümumiyyətlə müəllimlər, əgər rəhbər olmağa hazırlaşırsınızsa, indi imtahan tarixini hələ ki bilmirik, düzdür. Məsələn, olanda mən həmən qruplarda paylaşacağam. Siz çalışın, təhsillə bağlı saytları izləyin. edu.gov.az saytını izləyin. Yəni Elm və Təhsil Nazirliyinin saytını izləyin. Sonra hər kəs öz regional təhsil idarəsinin Facebook səhifəsini izləsin. Yəni daima təhsillə bağlı
saytları izləyin ki, yeniliklərdən məlumatınız olsun. Bir də görürsünüz sual verirlər ki, təhsildə ən son yeniliklər hansılardır? Və yaxud da siz özünüz hansı yeniliklər təklif edərdiniz, hansı dəyişikliklərini etmək istəyərdiniz? Sonra və bir yeniliyi də deyim, siz hər biriniz həmkarların üzvüsüz və artıq əvvəl həmkarların adı necə səslənirdi? Təhsil, hə müəllimlər, deyə bilərsiniz? Həmkarların adı əvvəl necə səslənirdi? Mən bunu paylaşımında dedim. Axşamınız xeyir olsun Zamin Azad Həmkarlar Təşkilatı səhv eləmirəmsə. Azərbaycan Azad Həmkarlar İttifaqı Konfederasiyası elə gedirdi də. O konfederasiya bütün respublikaya aiddir. Yəni orada bütün təşkilatlar, bütün təhsil müəssisələri, ali, orta, kollec, peşə, sonra nə bilim tibb, aeroport, metro, yəni hər bir şeydə. Aeroport deyəsən, aeroportun özünün azad həmkarları var, az aeroport yox. Nə bilim metropoliten işçiləri. İndi elm təhsil artırıldı. Dəyişdirildi, elm təhsil oldu. Azad həmkarlar, onun adı dəyişməyib. Yəni Respublika üzrə AHİQ-in adı dəyişməyib. Bəli. Azərbaycan Respublikası Azad Həmkarlar İttifaqı. Amma təhsildə bəli onun adı dəyişib, olub artıq elm və təhsil sözü artırılıb. Azad sözü yığışdırılıb. Aydındır? Azad sözü daha yoxdur. Onu mən öz statusumda da paylaşmışdım. Çox sağ olun, bizi hər zaman məlumatlandırırsınız. Adı bax belə gedir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı. Əvvəl adı belə gedirdi. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ATİ. Amma indi adı Elm və Təhsil İşçiləri Azad sözü yığışdırılıb da. Təhsil sözünün əvvəlində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİH. Bunu belə yadda saxlayın. ETİH. Bu ildən olub, bir yenilikdir və indi bilmirəm Facebookda izləyirsiniz yoxsa bunun səhifəsini də izləyin müəllimlər. Bax bu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının səhifəsini də izləyin, Facebook səhifəsini izləyin. Mən izləyirəm, həm deməli Respublika üzrə, həm də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının səhifəsini izləyirəm və müqavilələr bağlanılır. Həmin o deməli ittifaqla direktorlar arasında müqavilələr bağlanılır, kollektiv müqavilələr bağlanılır. Rayon məktəblərində görmüşəm bağlanılır. İndi Bakı məktəblərində də deyəsən noyabrda bağlanılmalı idi. Direktor var müəllimlər burada. Direktor işləyən müəllim var. İstəyirəm canlı olaraq ondan soruşum. Bakıda hələ bağlanılmayıb deyəsən. Olmalı idi iclas, amma hələ bağlanılmayıb. Bəşir müəllim, sizdə bağlanılıb bu kollektiv müqavilə? Mən şəkillərdə görürəm səhifələrdə. Müəlliməm, bizə direktor gəldi, mavinəm, amma elə bir sənəd yığdılar, sənəd istədilər onunla bağlı. Nə sənəd istədilər ki? Müqavilənin nəsə yenilənmək idi, nəsə müqavilə bağlanır deyəsən. Bəli, kollektiv müqavilələr bağlanılır və o müqaviləyə görə hər bir işçidən 2% əmək haqqısından 2% tutulur. O 2%-də təbii ki, müəllimlər sanatoriyalardan, kurortlardan, istirahət mərkəzlərindən gedib istifadə edə bilərlər. Hələ Azərbaycan daxili. Yəni hələ ki o putyovkalardan xarici ölkələrə getmək olmur. Yəni belə bir şey hələ ki yoxdur. Yəqin ki olar. Belə müəllimlər. Axşamınız xeyir müəllimə. Olar mən bir sual verim bu kollektiv müqavilə ilə bağlı? Bəli, buyurun. Qalan məqam budur ki, yəni onsuz da müəllimlərin əmək haqqısından bu tutulma olurdu. Bəli. Həmkarlara. Bəs indi fərq nədədir? Kollektiv müqavilənin ümumiyyətlə anlayışı, anlamı nədir? Yəni dəyişiklik nədir? İndi müqaviləni nəyə görə yeniləyirlər? Ad dəyişib də müəllimə. Ad dəyişib. Ad dəyişibsə, təbii ki, müqavilədə yenilənməlidir. İndi müqaviləyə hansı yeniliklər olacaq, onu mən olduqda paylaşacağam. Ki, görüm hansı yeniliklər var. Bayaq da rastıma çıxır bəzi səhifələrdə məktəb paylaşımlarındakı kollektiv müqavilə imzalandı. Sadəcə maraqlı gəldi ki, nədir bu kollektiv müqavilə? Yəni Ümumiyyətlə
Biz həmkarlara nə üçün üzvük? Ona görə üzvük ki, o həmkarlar bizim hüquqlarımızı qoruyur. Biz əgər Əmək Məcəlləsinin 70-ci maddəsinin B və C-si ilə işdən azad olarıqsa, biz onda həmkarlar bizim hüquqlarımızı müdafiə edə bilər. Məsələn, əsaslı şəkildə işdən çıxma halı olarsa və yaxud da əmək funksiyalarını kobud şəkildə pozduğumuza görə işdən azad olarıqsa 70-ci C-si ilə və yaxud da ixtisarla bağlı, onda həmkarlar bizə dəstək olacaq. Amma müəllim sertifikasiyadan keçməyib, onda həmkar ona heç bir dəstək olmayacaq. Çünki qanunda yoxdur. 70-in B-si ilə, C-si ilə biz işdən çıxdıqda həmkarlar bizim hüquqlarımızı müdafiə edir. Aydın oldu. Təşəkkür müəllim. Sağ olun. Bir həmkarlar müqaviləsi var məndə. İstəsəniz onu göndərərəm. Tanış olarsınız, amma köhnədir də. Yəni köhnə deyəndə keçən ildir. Bu ildən yenilənib. Çox da inanmıram köklü dəyişiklik olar. Ad dəyişəcək təbii ki. Müqavilənin adında elm və təhsil olacaq, sözü olacaq. Göndərərəm, tanış olarsınız müəllimlər. Yenisi də olduqda mənə göndərin və yaxud məndə müəllimlər göndərəndə paylaşacağam ki, hər birinizin məlumatı. Samirə müəllim, axşamınız xeyir. Salam, hər vaxtınız xeyirli olsun. Həmkarların yeni müqaviləsi məndə var, sabah göndərə bilərəm. Hansı müəllimdir? Siz paylaşmışsınız, mən statusunuzda gördüm, elə qoşulmuşam. Aha. Hansı müəllimədir? Lamiyə müəllimə? Aynur müəllimədir. Aynur müəllimə. Aynur müəllimə yazarsınız da mənə, zəhmət olmasa, yaxşı. Bəli, göndərərəm. Məndə yeni, amma dəyişikliklər çox deyil müəllimə. Aha. Bəzi müddəalar əlavə eləyiblər, bizdə məktəbdə göstərdilər. Nə əlavə elədilər? Şifahi deyin bu müəllimlər. Şifahi boy tez deyim, 2 həftə ayda 2 dəfə şəxsi işləriniz üçün icazə ala bilərsiniz. Aha. Gün boyu işdən qala bilərsiniz. Sonra qanunvericilikdə var, ailə qurduqda, öz uşağının deməli nikahı olduqda yenə 1 həftə icazə var. O var. Ad günü, uşağınızın ad günü. Birinci maddəsi. Uşağınızın övladının da, doğma övladının ad günü olduqda 1 gün icazə var. Aha. Belə. Əsas şəxsi işləriniz üçün ayda 2 dəfə həmkarlar icazə verir. Yaxşı, bəs tutalım ki, həmkarlardan bu icazə var. Bu icazə o deməkdir ki, mənim əmək haqqımdan tutulacaq. Çünki mən işdə yoxam axı. Bəs ödənilməsi həmkarlar tərəfindən ödəniləcək yoxsa ödənilməyəcək? Tutam icazə almışam. Öyle bir müddəa yox idi. Eləcə yazılmışdı ki, icazə verilə bilər. Siz onu mənə göndərin, müəllimə. Mən onu diqqətlə oxuyum. O ümumiyyətlə ailə məişət problemlərinə görə biz il ərzində 7 gün icazə ala bilərik. Oğlumu evləndirirəm, qızımı köçürdürəm və yaxud da hər hansı bir ailə Nikah halları oldu. Özü evləndikdə, övladı evləndikdə 7 gün. Bəli. Yəni həmin o sosial məişət problemini həll etmək üçün il ərzində mən 7 gün icazə ala bilərəm. Amma ayda Əmək haqqı ödənilməklə. Ha, siz onu mənə göndərərsiniz müəllimə. Mən özüm Məktəbdəki kompüterdə ataram müəllimə. İndi əlimdə yoxdur. Yaxşı. O da bir dənə mənim nömrəm var da sizdə yəqin ki. Var, mənim nömrəm sizdə var. Göndərərəm, baxarsınız. Bura bir dənə salam yazın. Sizin də adınız düşsün mənə. O müəllimlər, mən o sənədlə ətraflı tanış olum. Sizə də təbii ki, məlumat verəcəm. Ən son yenilik. Oldu. Sağ olun, var olun. Belə müəllimlər, dərsimiz bitdi. Bu bizim ilk ödənişli sınaq dərsimizdir. Dərsimizin müddəti ümumiyyətlə 1 saat yarım olur. 1 saat yarım olur. Ümumi təhsil haqqında qanunu evə verdim. Yaxşı öyrənin. İzahlı sual-cavab əsasında bu qanunu soruşacağam. Qrupa daxil olmağa gecikməyin. Dərsimiz bitdi. 33 maddənin hamısını soruşacağam müəllimlər. Və təbii ki, dərsimizdə hər zaman yeniliklər öz qaydasında. Yəni mənim bir qrupumla o bir qrupum arasında müəllimlər, yəni eyni olmur da. Daima yeniliklər, ətrafımda nə qədər müəllimlər var. Hər biri sağ olsun, yeniliklərdən deyirlər, öyrənirik. Məsələn, xüsusi təhsil müəssisəsində sağ olsun Samirə müəllimə məlumat verdi. Çünki biz o təhsil müəssisəsində işləmirik də, Samirə müəllimə işləyir. Oradakı olan yenilikləri daha da təsdiq. Belə kimin nə sualı var müəllimlər? Sual verin. Qaranlıq qalan nəsə sual varsa, buyurun. Mən bilmək istəyirəm bu ümumi təhsil haqqında qanun dediniz. Onu konkret hardan oxumalıyıq? Hazır elə bir PDF və saytı var mı? Göndərəcəm. Bəli, PDF-i göndərəcəm. Bir də mənim göndərdiyim bütün PDF-lər mən məşğul qruplara daxil olan müəllimlərə test bankımı göndərirəm. Test bankımı deyirəm, vəsaitimi. Ümumi təhsil haqqında qanun, yəni bütün mövzular baxın bu vəsaitdə var. Bunu göndərəcəm.
Elə bunu çatdırmağa bir də ehtiyac olmayacaq. Buradan öyrənəcəksiniz. Samirə müəllimə, bir də onu da deyim, yenə sual düşər, bəlkə kömək olaram. Bizdə dərslər 40 dəqiqə olurdu. Bu da xüsusi təhsil haqqında qanunda belə Bəli, göstərilirdi ki, bir dərs 40 dəqiqədir. Siz də bilirsiniz. Bəli, Və bu ildən o 40 dəqiqə ləğv olunub, ümumi təhsil kimi 45 dəqiqədir. Birazdan adına xüsusi sözü yığışdırıb ümumiyyətlə ümumi təhsil qoyacaq. Yəni bu mütləqdə, yəni bəlkə müəllimlərin əlində vəsait olmaz, bilməzlər. Yəni bizdə də artıq 5 dəqiqə olub. 45 dəqiqə. Bir də sizdə şagird sayında limit var da. Sizdə elə Bəli, onu da deyim ki, baxın, bizdə bir sinif komplektləşirdə, əgər 6 şagird olursa, artıq bir sinif açılırdı. Və bu 6 şagird gəlib 11-ci şagirdə kimi bu sinif ikinci paralel açıla bilməzdi. Artıq 12-ci şagird olanda 2-6 olurdu deyə biz paralel sinif aça bilirik. Çünki 12 şagirdi idarə eləmək o diaqnozlarla asan deyil. İndi isə mütləq 8 şagirdə çatdırıblar və gərək 16 şagird olsun ki, bir sinifdə biz ikinci sinifi açaq. Yəni inandırım sizi, çox çətindir. 15 şagird, 16-cı şagird. Bir də Samirə müəllimə, mən qorxuram ki, belə bir şey olar ki, sizin heç maaşınıza o 50% artımla alırsınız da, siz səhv etmirəmsə. Bəli, biz təsəvvür eləyin ki, biz 50% artımdan alırdıq. Çox adam o 50%-ə görə bütün o çətinlikləri göz yumurdu. Məsələ burasındadır ki, bizim dərs saatımız da çox olurdu. Mənim məsələn həm məktəbdə dərsim olurdu, həm də bir dənə evdə şagirdə, bir nəfər evdə şagirdə gedib dərs verim. İndi əgər mən məktəbdə işləyirəmsə, 22 saatım var və salam. Mən artıq evdə təhsilə icazə vermirlər mənə getməyə. Yəni sertifikasiyadan keçdi ümumi təhsillər kimi, maddi rifahımız yaxşılaşmalı idi, amma bizim saatımızı kəsdilər. Yəni inandım. 22 saatı nə qədər maaş alırsınız 50% ilə bərabər? 22 saatda 50% ilə bərabər 1200 manat təxminən. 1200 nə qədər üstü də var. Aydındır. Bəli. Belə, bax görürsüz şagird sayını çoxaldırlar müəllimə. Şagird sayını çoxaltmaq bu hamısı o nə deməkdir? Yəni yeni sinifin açılmaması deməkdir də. Yeni sinifin açılmaması. Təbii ki, maliyyə yükünü azaltmaq deməkdir də. Bəli, qənaət rejimindən işləməyə tapşırılıb. Bunlar da düşünürlər ki, belə daha, amma inandırım sizi o keyfiyyət yoxdur. Yoxdur. Davamiyyət yaxşı ki, azdır bir tərəfdən. Bizə çətindir. Amma davamiyyət olmayanda da biz söz irad tuturlar bizə. Yığa bilmirik uşaqları. Çünki günü uzadılmış qrup ləğv olunub. Buyurun. Samirə müəllim, axşamınız xeyir. Salam Şəhla müəllim, axşamınız xeyirli olsun. Necəsiz? Yaxşıyam, sağ olun müəllim. Siz necəsiniz? Var olun. Müəllim, indi müavinlərin yəni imtahanı olacaq bu il. Bu il niyə olmur? Olacaq. Amma nə vaxt olacaq onu deyə bilmərəm. Siz o nə vaxtı gözləyin. Bir də görürsünüz imtahan anidən olur. Heç hazırlaşmağa vaxtınız çatmır. İmtahan tarixini mən qabaqcadan bilmirəm müəllimə. Çünki mən onu elan etmirəm. Elanı Nazirlik edir. Nazirlik elan edən kimi mən paylaşıram. Səhvə müddətçədə baxardı da. Aytən müddətçədə baxarsınız. O birisində Samirə müəllim, o birisində dedik, yəni müsbətə düşməsəkdə, o birisinə düşərik də, alınmadı. Qəbul eləmədilər. Sizin balınız nə qədərdir müəllimə? Mənim azdır, 41 bal idi. Yox, 41 balından siz verə bilmərsiniz. Heç müavinliyə də verə bilmərsiniz müəllimə. Bal aşağıdır. Fən olanda fərq eləmir, fəndən çox yazılanda. Necə fəndən müəllimə? Yəni 40 bal təkcə fəndəndir. Ümumi balınız nə qədərdir ki, ümumi balınız? 41-dir. 45? Ya 45 ilə verə bilərsiniz. 41-dir mənim. 40 bal elə bir fəndən yazmışam, bir dənə kurikulum. Ay müəllimə, siz o bir dənə kurikulumdan gedibsiz o müavinlərə, necə müəllimlərə gedib nə keçəcəksiniz? O 50-55 ballı müəllimlər sizin sözünüzə qulaq asmayacaq. Vallahi qulaq asmayacaq. Ona görə yüksək 42 bal lazımdır. 42 bal.
Belə müəllimlər, dərsimiz bitdi. Kimin nə sualı olsa, şəxsimə yazarsınız 055 279 21 27. Bazar gününə qədər qrupa qeydiyyat davam edir. Nə sualınız varsa yazın. Hər birinizə uğurlar arzu edirəm. Kimə də kitabı göndərməmişəmsə, sabah sifarişi göndərəcəm. Belə. Gecəniz xeyrə qalsın. Hələlik. Xeyrə qarşı. Sağ olun. Sağ olun. Siz də sağ olun. Yəqin ki, bugün bir çox yeniliklərdən məlumatlı oldunuz, bir faydası oldu sizlərə. Sağ olun, var olun.